Aha. Gəldik deməli idarəetmə panelində bunları sizə göstərim. Birinci gələn hissədə, sistem və təhlükəsizlik hissəsində. Bax, burada daxil olursunuz birinci maviyə, kompüterinizin vəziyyətini yoxlayın. Və yaxud da yaşla tıklayın elə. Yaşla tıkladığınızda, bax, bunlar sizə elə də lazım deyil. Buradan sadəcə sizə lazım olan enerji seçimləri hissəsidir. Və batareya dediyim hissə budur. Enerji seçimlərinə daxil olduğunuzda, burada plan parametrlərinin dəyişdirilməsi var. Bura daxil olursunuz. Bax, buradan siz daxil edə bilirsiniz ki, kompüterin batareyada, yəni indiki vəziyyətində displeyi nə zaman sönsün, nə zaman yuxu rejiminə keçsin və digər qoşulma anında, yəni zaryatkaya taxdığınızda, zaryatkada olduqda nə zaman yuxu rejiminə keçsin, nə zaman displeyim sönsün və s. Buradan dəyişiklikləri edə bilərsiniz. Bu da bir yol. Və bir şey də deyim ki, biz bu batareyanı deyə bilərsiniz ki, zaten edirdik də displeyin kontekst menyusundan. Amma oradan biz qoşulu vəziyyətdə olduğunda nə zaman sönməsini qeyd edə bilmirik. Yəni qoşulu vəziyyətdə olduqda nə zaman sönməsini sadəcə idarəetmə panelindən edirsiniz. Gəlirəm enerji seçimləri, plan parametrlərinin dəyişdirilməsi və buradan tənzimləyirəm. Yaxşı? Bu da belə. Daha sonra idarəetmə panelində gəlir ikinci şəbəkə və internet hissəsi. Qeyd etdim ki, internetin, yəni Wi-Fi-nin koduna baxılması buradan baş verir. Baxın, şəbəkə və internetdə yaşıl hissəyə deyil, maviyə tıklayırsınız. Maviyə girdiniz, burada internet yazılan sözün aşağısında mavi ilə yazılan yer var, set hissəsi. Bura daxil olursunuz. Buradan wireless properties, security və show xarakter. Baxın, artıq Wi-Fi-nin şifrəsini görürəm. Aydın oldu. Ola bilər ki, bu nə zaman istifadə edəcəm deyə sual verərsiniz. Məndə tələbədə belə bir şey olmuşdu ki, o başqa bir yerdə idi və orada da Wi-Fi-nin şifrəsini bilən yox idi. Demişdi, necə baxa bilərəm? Orada dedim, kompüter varmı? Dedi, var və girib idarəetmə panelindən. Buradan baxdı. Yəni, ola bilər ki, hər hansı bir yerə getmişsiniz və kompüter var, amma şeyi bilmirsiniz, kodu bilmirsiniz, belə baxa bilərsiniz. Aydındır. Bu da belə. Deməli, necə etdiyi bir də göstərirəm. İdarəetmə paneli, şəbəkə və internetdə mavi olan hissə, ondan sonra set hissəsi, setdən sonra wireless properties, security və show xarakter. Aydındır? Bu da belə. Daha sonra idarəetmə panelində gəlir üçüncü proqram avadanlıqlar hissəsi. Avadanlıqlar və səslər hissəsində birinci gələn mavi hissəyə daxil olursunuz. Qurğular və printerlərin baxılması. Bax, buradan göstərir ki, sənə kompüter və hansı qurğular hal-hazıra qədər, yəni indiki vaxta qədər hansı proqramlar sənin kompüterə yüklənib. Proqramlar deyirəm, qurğular qoşulub. Və buradan o şeydə də olur, telefonlarda da. Məsələn, kiminsə bluetooth ilə əlaqə qurmusan, sonra gələn dəfədə həmin bluetooth ilə əlaqə qurmaq istəyəndə sadəcə bluetooth açdığınızda avtomatik qoşulur. Eynən şey kompüterdə də keçərlidir. Məsələn, mən burada əlaqə qurmuşam Air3 ilə, Bluetooth vasitəsilə. Sadəcə Bluetooth-u açdığımda artıq o avtomatik əlaqə quracaq. Əgər yox, bunu götürüb buradan seçib, qurğunu sil etsəm, gələn dəfə təzədən mən onu gərək kompüterə tanıdım ki, ondan sonra əlaqə qura bilim. Yəni, bunlar onların driverlərdir bir mənada. Driverlərdə əlaqə yaratmaq üçün onların adlarıdır. Aydındır. Buradan göstərir ki, hansı printerlərə qoşulmusan, hansı cihazlarla əlaqə qurmusan, hansı telefonla, hansı kompüterlə və s. və ilə axır. Eləcə də baxın, qurğu əlavə et hissəsinə gəlib, bassanız, yaxınlıqda olan bütün proqram qurğuları axtaracaq. Əgər printer və yaxud da hər hansı bir qurğu varsa, axtarıb tapır. Məsələn, deyir ki, bu var, bundan əlaqə qura bilərəm. Üzərinə bassız əlaqə qurmuş olacaqsınız. Yaxşımı? Bu da belə. Printer əlavə etlə də ola bilər ki, printer əlavə etmək istəyirsiniz. Printer əlavə etə basıb, yaxınlıqda əgər printer varsa tapıb çıxaracaq. Yoxdursa, gərək yaxınlıqda olan printerin driverini buna tanıtasınız. Bu da belə. Sonra idarəetmə panelində gəlir dördüncü proqramlar hissəsi. Proqramlar hissəsindən isə kompüterə quraşdırılmış proqramların silinməsi üçündür. Baxın, burada mavi hissəyə daxil olursunuz, quraşdırılmış proqramların ləğvi. Kompüterimdə məsələn göstərir ki, nə qədər proqramım var. Ola bilər ki, sizə hər hansı bir proqram lazım deyil. Deyək ki, lazım deyil PaintNet. Üstünə basırsınız, sadəcə buradan quraşdırmanın ləğv et var yuxarıda. Ona bastığında artıq o kompüterdən silinmiş olur. Bir də belə bir sual gəlir bunu deyəndə. Deyirlər uşaqlar ki, müəllim, bu desktopuma gələrəm deyir. Məsələn, Zoom-u silmək istəyirəm. Deyir, desktopumda var da, bunun üstünə basıram. Buradan sadəcə zibil qutusu işarəsi gəlir. Bax bu, sil. Buna bassam deyir, silinəcəkdə onsuz. Bax, bunu bilin ki, buradan sildiyinizdə
proqram yaddaşdan silinmiş olmur. Yəni ümumi kompüterdən silinmiş olmur, desktopdan silinmiş olur. Əgər ümumi silmək istəyirsinizsə, bunu mütləq idarəetmə panelindən etməlisiniz. İdarəetmə panelinə daxil olmalısınız. Proqramlardan quraşdırılmış proqramlarını ləğv etməlidir və buradan seçirsiniz həmin proqramı. Deyək ki, Telegram idi. Telegramı seçdim. Quraşdırma ləğv etə basıram. Quraşdırma silinir. Yəni ümumi olaraq kompüterdən silmə buradan baş verir. Yaxşı? Sonra gəlir 4-cü, 5-ci istifadəçi hesablar. İstifadəçi hesabları hissəsindən isə kompüterə parolun qoyulmasıdır. Baxın, burada da maviyə tıklayırsınız. Mavi, yaşıl yox. Maviyə daxil olduğunuzda burada sizin hesabınız gəlir. Hesabınıza daxil olursunuz və burada əvvəlcə hesab adını dəyişdir hissəsi var. Hesab adını dəyişdir nədir? Baxın, burada mən öz adımı yazmışam. Məsələn, kompüter yandığında o adla yanır. Yəni kompüter yananda hansı adı görmək istəyirsinizsə, ora o həmin adı yazırsınız. Məsələn, mən dəyişirəm. Yazıram, məsələn bu. Okay. Bax, artıq kompüterim yananda bu adla yanacaq. Yaxşımı? Yananda mən bu adı görəcəm. Burada gəlir ikinci parol yarat hissəsi. Parol yaratmaq, yəni kompüterə ümumi parol qoymaq üçündür. Parol yarata daxil olursunuz. Buraya bir parol yazıram. 1, 2, 3. Parolu təsdiq. Onu ayarlardan da etmək olur da. Ayarlardan hardan? Olmur. Xeyr. Hə. Aha, parolu yazdım. Parolu təzədən bir də telefonda olduğu kimi qeyd edirsiniz. Bir dənə kompüterlə telefonda fərq odur ki, kompüterlərdə siz telefonda daha doğrusu parolu qoyduğunuzda ona ipucu verə bilmirsiniz. Amma kompüterlərdə ipucu verə bilirsiniz. İpucu nə üçündür? Kompüteri söndürüb yandırdığınızda, yəni kildə saldığınızda, kilidi ola bilər ki, səhv yazasınız. Yadınızdan çıxar, səhv yazasınız. Artıq kompüter özü sizə yazdığınız ipucunu göstərir ki, sən səhv yazdığını, sənin ipucun bu idi. Yəni ilk 3 rəqəm idi sənin kodun. Aydındır. Buradan parolu yarata basacağım. Artıq mənim kompüterim koda düşmüş olacaq. İndi koda sala bilməyəcəm çünki zəng deyil. Koda salmaq üçün də qısa yolu bilirik də. Kilit ekranına getmək nə idi? Windows üstə gəlinsin L. Yazıram burada bir də qısa yolu. Windows və L hərfini bastığınızda artıq kompüteriniz kilit ekranına keçmiş olacaq. Yəni oradan artıq kilidi yaza bilərsiniz. Windows üstə gəlinsin L. Bəs Windows üstə gəl D nə idi? Bax, Windows üstə gəl D. Gəlin yoxlayaq. Gəldim, açdım klaviaturanı. Bax, Windows və D hərfi. Keçdi desktopa. Gördünüz? Windows və D-ni bastığımda təzədən olduğum yerə qayıdır. Deməli, Windows-dır, desktopdur. Windows-la L, indi basmayacağım, kilit ekranına gedir, loka. Lockdan yadınızda saxlayın. İngiliscə kilit, lock. Windows-la L. Windows-la E isə demişdik ki, Explorer, fayl bələdçisidir. Baxın, Windows və E-ni basıram. Mənim fayllarım olan hissə açılır. Bax, bura, fayl bələdçisi yuxarıda da yazılır. Explorer-ın E-sindən yadınızda saxlayın. Windows və E. Bu da belə. Sonra harda qalmışdıq? Daha sonra dedik ki, idarəetmə panelindən gəldik, parol yaratdıq. Bir də deyirlər mənə ki, bəs müəllim, parolsuz necə edə bilərəm kompüteri? Parolu dəyişə daxil olursunuz. Sadəcə yazdığınız parolu yazırsınız. 1, 2, 3 nə qoymusunuzsa, cari parolu yazırsınız. Digər hissələri isə boş saxlayın. Boş saxladıqdan sonra sadəcə parolu dəyişə basırsınız. Artıq kompüteriniz kodsuz olacaq. Bu da belə. Gəlir üçüncü burada hesab tipini dəyişdirmək. Hesab tipini dəyişdir nədir? Bizim kompüterimizdə iki cür hesab olur. Var inzibatçı hesabı, yalnız hüquq sizdə olur. Yəni tam idarə edici sizsiz. Bir siz istifadə edə bilərsiniz. Bir də var standart hesab. Standart hesabda isə ola bilər ki, kompüter almışsınız. Deyirsiniz ki, dostunuzla şərik almışam, bir yerdə işlədəcəm. Onda standart hesabı seçib ikinizə də hesab aça bilərsiniz. Yəni kompüteriniz ikinizdə ayrı-ayrı istifadə edə bilərsiniz. Bu bunun üçündür. Aydın oldu? Eyni proqramlar. Bəli, bəli, bəli. Və eyni funksiyalardır. Aha, bəli. Yəni orada daha sonra gəlir idarəetmə panelində. Sonra bir də burada gəlir hesabın, başqa hesabın idarə etməsi. Dediyim kimi, standartı seçdikdən sonra hesab əlavə edirsiniz. Sonra bax, buradan parametri yeni istifadəçi əlavə et. Bura basıb yeni istifadəsini əlavə etdikdən sonra burada onun da hesabı görünəcək. Artıq onun hesabını da istifadə edə bilər. Yəni, sən, məsələn, hesabdan çıxmaq istəyirsən, hesabı dəyişə basırsınız, keçir digər istifadəçinin hesabına artıq kompüter.
Artıq o həmin hesabdan istifadə edir. Elə bir belə deyim də, bir telefona 3-4 dənə Gmail yükləyib istifadə edə bilmirsiniz. Eyni şeydir. Ola bilər ki, yükləmisiniz, başqasının Gmailində öz telefonunuzda açmısınız. Bu da ondan bir mənadadır, bir mənada. Gəlirik sonra saat və region hissəsi. Saat və region hissəsində əvvəl yaşıla tıklasanız, yaşıl hissədən burada vaxt və tarixin təyin edilməsi var. Ola bilər ki, kompüterinizdə vaxt və saat səhvdir. Bunu buradan düzəldirsiniz. Gəldim, idarəetmə paneli, saat və region daxil olduqdan sonra birincidə vaxtın və tarixin təyin edilməsi. Daxil olduğunuzda burada tarixi və vaxtı dəyişdirmək hissəsi var. Buradan ola bilər ki, tarixim səhvdir. Məsələn, məndə göstərir, aşağıda tarixi göstərir. 27-si, 7-ci ay 2025-dir. Deyirəm ki, məsələn, səhvdir. Gedirəm, dəyişirəm 18-i, saatım da səhvdir. Məsələn, 19 olmalıdır. 19 eləyirəm, okey vururam. Biraz gözləməsiz, çünki ümumi sistem dəyişilir burada. Baxın, artıq saatım və tarixim dəyişmiş oldu. Aydındır. Yenidən əvvəlki vəziyyətə qayıtmaq istəsəm, daxil oluram. Deyirəm 27-si idi, bunu da 18 edirəm, okey vururam. Bu da belə. Sonra, bəs mavi hissəyə daxil olsanız nə baş verər? Gedirəm və buradan bunu da qeyd edim ki, saat qurşağında dəyişə bilərsiniz. Məsələn, bizdə indi Bakıdayıq. Ola bilər ki, başqa bir ölkəyə getmisiniz. Başqa ölkənin, məsələn, Türkiyənin bizdən saatı 1 saat sonradır ya əvvəldir, belədir. Belə bir şey olmadı. Yəni 1 saat aramızda fərq var. Ona görə buradan gəlib regionu dəyişməlisiniz. Saat qurşağını dəyişməlisiniz. Buradan Türkiyəni seçməlisiniz. Aydındır. Bu da yadınızda qalmış olsun. Gəlirəm idarəetmə panelində saat və regionda aşağı hissəyə daxil oluram. Tarix və vaxtın ədədin formatının dəyişdirilməsi, mavi hissə. Burada nə etmək lazımdır? Bu nə üçündür? Burada format olaraq, məsələn, bizdə Azərbaycan dilidir. Bu nə üçündür? Yəni, baxın, saat və tarixim Azərbaycanın saat və tarixinin ümumi görünüşünə uyğun olaraq qeyd edilir. Buradan ingilisi seçsəniz, ingilislərdə, məsələn, gündüzlər AM-lə, gecələr PM-lə işarə edilir də, elə qoydulacaq. Yəni, ümumi formatını dəyişmiş olursunuz. Aydındır? Evet. Aha. Gəlirsiniz burada, məsələn, bax, mənə belə bir sual gəlir ki, mənim tarixim 27-si, birinci gün yazılıb, sonra ay yazılıb, 7-ci ay, sonra il yazılıb, elədir. Deyirlər ki, mən bunu dəyişə bilərəmmi ki, birinci il yazılsın, sonra gün yazılsın, sonra ay. Bu da mümkündür. Gəlirsiniz, bu hissəyə daxil oldunuz maviyə. Bax, saat və regionda mavi hissə. Buradan gəlirsiniz əlavə parametrlər hissəsinə. Əlavə parametrlərdən yuxarıda tarixi seçdiniz. Tarixdə bunu dəyişirsiniz formatını. Demişdik, birinci il olsun, olsun il. 4 dənə il yazırsınız, nöqtə. Dili dəyişim bir dənə. Aha, nöqtə. Sonra deyək gün olsun, sonra da ay olsun. Bax belə. Okey vursam, artıq mənim formatım, baxın, dəyişmiş oldu. Birinci ildir 2025, sonra gündür 27-si, sonra da ay 07. Aydındır. Buna belə dəyişə bilərsiniz. Və yaxud da mənə deyirlər ki, bunu dəyişdim, amma əvvəlki vəziyyətə qayıtmaq istəyirəm. Yenə gəlirəm tarix hissəsinə, bir də silib əlinizlə yazmağa artıq ehtiyac yoxdur. Aşağıda ilkin vəziyyəti bərpa et var. Sadəcə buna daxil olursunuz, həni vurursunuz, efsio. Artıq əvvəlki vəziyyətə qayıtmış olur. Standartı budur. Və burada həmçinin tarix hissəsində aşağıda baxın həftənin ilk günü var. Məsələn, bizdə bazar ertəsidir, amma bəzi ölkələr var ki, orada çərşənbə axşamıdır, cümədir, çərşənbədir. Yəni, həftənin ilk günü harada, nədən başlayırsa, onu buradan seçib, kompüterinizdə onu uyğunlaşdıra bilərsiniz. Bu da öz yerində. Təqvim tipi də Qregorian təqvimidir. Çox hissədə də zaten bundan istifadə olunur. Amma ola bilər ki, başqa bir yerəsi, məsələn, Ərəbistandasınız deyək ki, İslam təqviminə də keçə bilərsiniz. Bu da öz yerində. Sonra gəlir burada vaxt hissəsi. Vaxt hissəsində isə saatın düzəldilməsidir. Yəni formatını. Məsələn, bizdə necədir? Birinci saat göstərilir 18, sonra 35 dəqiqəni göstərir, elədir. Bunu da dəyişə bilərsiniz. Birinci dəqiqə, sonra saat da edə bilərsiniz. Silirəm. Sadəcə 2 dənə A-nı yazıram birinci, yəni dəqiqə. 2 nöqtə shift və 6 vasitəsilə qoyulur. Shift və 6. Daha sonra isə saatı, yəni 2 dənə S. Okey vururam. İfsiyo, baxın, dəqiqə ilə saat yerini dəyişmiş oldu. Yenə də əvvəlki vəziyyətə qayıtmaq istəsəniz, bunu belə zarafat məqsədindən eləyir uşaqlar daha çox. Ki, saat və dəqiqənin yerini dəyişirlər ki, bəzi gecikmələr olsun, yəni yaşanmış bir şeydir. Gəlirsiniz tarix hissəsinə təzədən ilkin vəziyyəti bərpa edə basırsınız, okey vurursunuz, əvvəlki vəziyyətinə qayıtmış oldu. Bu da belə.
Sonra valyuta və ədədlərdən də danışaq biraz. Valyuta hissəsində bizdə məsələn manatdır. Amma bəzi ölkələr var ki, onlarda valyuta dollardır, evrodur. Onu da buradan təyin edirsiniz. Bax, buradan işarəsini seçib qoya bilərsiniz. Sonra müsbət valyuta məsələn deyirik ki, birinci rəqəm yazılır. Sonra manat işarəsi qoyulur da yanında. Ola bilər ki, deyirsiniz, istəmirəm mən birinci rəqəm yazılsın. Birinci manat işarəsi gəlsin, sonra rəqəm yazılsın. Və bunları da buradan təyin edə bilərsiniz. Yəni, özünüzdən hansı uyğundursa, hansını uyğun görürsünüzsə, onu seçə bilərsiniz. Deyək ki, seçdiniz, dəyişdiniz. Deyirsiniz, təzədən əvvəlki vəziyyətə qayıtmaq istəyirəm. Yenə həmişəki kimi ilkin vəziyyəti bərpa edə basıb, əvvəlki vəziyyətə qaytara bilərsiniz. Ədədlər hissəsində nədir? Ədədlər hissəsində onluq kəsir simvolları. Məsələn, 0,5-i biz necə yazırıq? 0,5 kimi. Deyirsiniz ki, mən 0,5 yazmaq istəmirəm. 0,5 kimi qeyd edilsin istəyirəm. Buradan sadəcə vergülü siləcəksiniz. Baxın, burada bizə versiyalar verir zaten ki, nöqtə istəyirsən yoxsa vergül. Bu onun üçündür. Ola bilər nöqtə istəyirsən, sadəcə nöqtəni qeyd edirsiniz. Artıq sizin yazdığınız kəsirlər hamısı nöqtə ilə qeyd olunacaq. Daha sonra, məsələn, 0,593-dür. Deyirsiniz ki, mənə onun axırıncı 3-ü lazım deyil. Kompüterə mən kəsiri necə qeyd etsəm, 3 dənə yazsam, o 2 dənəsini götürsün. Yəni 0,559-u götürsün, 3-ü silsin. Bax, onu da buradan təyin edirsiniz ki, onluq kəsirdən sonra neçə dənə, yəni tamdan sonra neçə hissə qeyd olunsun. Ola bilər deyirsiniz ki, təkcə tam qalsın, 0-ı qeyd etməlisiniz. Yox, deyirsiniz ki, 3 dənəsi olsun, 5 dənəsi olsun. Bunları da kompüteri buradan tənzimləyirsiniz. Əsasən Excel-də istifadə edəcəyik biz onluq kəsirlərdən və s. Yəni buradan tənzimləmiş olursunuz. Bu da belə. Əvvəlki vəziyyətə qaytarmaq istəsəm, ilkin vəziyyəti bərpa et, ifsiyo. Aydın oldu bu hissə? Sonra, bu da oldu bizim idarə etmə panelimiz. Rahat istifadə hissəsi sizə elə də lazım deyil. Rahat istifadədə sadəcə Windows'un bizə başqa verdiyi telefonlarda da var xüsusi imkanlar. Həmin onlardır. Onlardan götürüb bəzilərini yükləyib, quraşdırıb sonra istifadə edə bilərsiniz ki, ora bizə elə dediyim kimi lazım deyil. Proqramistlər daha çox onlardan istifadə edirlər. Bu qədər. Bu da oldu bizim idarə etmə panelimiz. Aydın oldu. Deməli, idarə etmə panelində əsas baxdıq biz 6 hissəyə. Wi-Fi-in şifrəsi, batareya hissəsi, batareya da dedim sönüklü olanda və qoşulu olan, daha doğrusu batareya rejimində və sönüklü qoşulmuş vəziyyətdə nə zaman yuxu rejiminə keçsin, nə zaman mənim displeyim sönsün və s. onun üçün idi. Sonra üçüncü qurğular əlavə etməni göstərdim və qurğulara baxışı göstərdim ki, mənim kompüterimə indiyə qədər hansı qurğular qoşulmuşdu, ona da baxdıq. Dördüncü parol qoymağı öyrətdik, hesab əlavə etməyi öyrətdik, proqramların silinməsini öyrətdik, saat və tarixləri öyrətdik və saat və tarixin formatının dəyişdirilməsi də həmçinin. Ki, birinci gün olsun, sonra ay olsun, sonra il olsun və s. və ilə axır. Windows L dedik. Nə inirdi Windows L? Windows L. Necə dedim, yadda saxlayın. Kilidin şeyindən, İngilis səsindən, log. Yəni kilid ekrana gedir. Windows plus L. Bəs Windows üstə gəldiyi nə inirdi? Parametr. Yox. İş masasının desktopun D-sından. Windows üstə gəldi, desktopa gedir. Basıram Windows və D. Keçdi desktopa. Gördünüz? Windows və D bassam təzədən əvvəlki yerə qayıdacaq. Aydındır. Yadda qalır. Deməli, kilid ekranı necə oldu? Necə qayıdacaq? Windows plus L. Aha. Desktopa. Windows plus L. Bəs fayl bələdçisini Explorer-a. Fayl bələdçisi. Aha, Explorer. Explorer deyirəmsə, Explorer'ın E-sindən artıq tutun. Windows üstə gəlinsin E vasitəsilə. Windows üstə gəl E. Və adlarını bilmirəm, çətinliksə. Explorer yazıram. Explorer. Yəni fayl bələdçisi. Bu da belə. Yaxşı, sizə bir-iki dənə də qısa yol qeyd edəcəm. Qoy zibil qutusunu qeyd edib, daha sonra baxarıq. Gələk zibil qutusuna. Dedik 5 dənədir piktoqram əsas. Onlardan birini keçdik. İdarə etmə panelinə. İndi gəlirik zibil qutusu. Zibil qutusunda sizə deyəcəyim bir şey var. Zibil qutusunda əsas bilməniz gərəkənlər nələrdir? Baxın, burada zibil qutusunu açdığınızda yuxarıda səbəti boşalt var. Səbəti boşalta bassanız, ümumi səbətdə nələr varsa hamısını silmiş olursunuz.
Onun yanında bütün elementləri bərpa etmək var. Ola bilər ki, hər hansı bütün elementləri bərpa etmək istəyirsinizsə, bütün elementləri bərpa etə basırsınız. Yox, belə bir sual çıxır ki, mən bir dənəsini silmək istəyirəm. Onda nə edeyim? Sadəcə seçirsiniz. Buradakı səbəti boşaltın. Buyurun. Program var. Dediniz programı silirsiniz ama silinmiyor. O idarə etmə. Buraya geldim. Ha, Hə, o burada idarə silme etmə. olmuyor. Yani program Bu zibil qutusudur. Zibil qutusuna nələri silmişsinizsə, yəni yerli dibli silməmisinizsə, onlar bura düşmüş olur. Zibil qutusuna düşmüş olur. İndi bir də bir şey də öyrədəcəm sizə ki, zibil qutusuna düşmədən necə silə bilərsiniz. Zibil qutusuna düşmüş elementlərin də silinməsi üçün seçirsiniz, deyək ki, sadəcə bunu silmək istəyirsiniz. Digərlərinin zibil qutusuna qalmağı sizə lazımdır. Bunu seçdim. Buradakı səbəti boşaltda yox. Bunun yanında baxın başqa bir zibil qutusu da var. Buradakı silə bastığımda artıq o zibil qutusundan da silinmiş olacaq. Artıq o ümumiyyətlə kompüterimdə yoxdur. Və yaxud belə bir sual gələ bilər sizə ki, zibil qutusundan birinci, üçüncü və beşincini deyirlər ki, get sil, qalanlar qalsın. Bax, məsələn, birincini seçdim. Belə eləyib uşaqlar. Birincini seçirlər, gəlirlər, üçüncü seçirlər, sonra beşincini seçirlər. Nə oldu? Birincini seçdiyim getdi. Təkcə bir dənə beşinci seçilmiş qaldı. Bunu bəs necə edə bilərəm ki, üçü də seçilmiş qalsın? Belə. Baxın, birincini seçərsin. Aha. bilmiyorum. Birincini seçərəm. Birincini seçdikdən sonra klaviaturadan kontrolu basıb saxlayırsınız. Kontrolu basıb saxlayıb sonra gedirsiniz üçüncünü seçirsiniz, sonra da beşinci. Bax belə. Tək-tək seçmək kontrol vasitəsilə baş verir. Bunu yadınızda saxlayın. Qoy onu da qeyd edim. Tək-tək seçmə kontrol. Tək-tək seç. Kontrol. Kontrol bu düymədir. Çıtırılı yazılır üstündə. Aha, bu belə. Sonra nə deyilə bilər? Sonra sizə deyirlər ki, mənə birinci qalsın, birincini silmə. Amma get ikincidən və yaxud da deyirlər ki, birinci, ikinci qalsın üçüncüdən. Üçüncüdən 500 dənə də zibil qutusunda şey var. Üçüncüdən 499-a qədər deyirlər get sil. Seçəcəksiniz üçüncünü. Sonra kontrolu basıb da tək-tək gedə bilərsiniz ki, bu sizin işinizi biraz uzatmış olacaq. Ona görə onun qısası nədir? Üçüncünü seçdikdən sonra kontrolu yox, shift'i basıb saxlayırsınız. Shift'i basıb saxlayırsınız. Sizə axırıncı rəqəm nə demişdilər? Demişdilər məsələn 499. İndi bizdə 499 dənə yoxdur. Axırıncını seçəcəm. Axırıncıya vururam. X-yo. Baxın. Üçüncüdən axıra qədər hamısı seçilmiş olur. Aydın oldu. Deməli, toplu siləndə shiftdən istifadə edirsiniz. Qoy buraya yazım. Toplu shift. Toplu silmə shift. Bu da belə. Shift'i basıb saxlayıram və seçirəm. Daha sonra zibil qutusunda başqa nə var? Ola bilər ki, zibil qutusunda görünüşü sizi narahat edər, piktoqramların. Bunların görünüşünü dəyişdirə bilərsiniz. Böyük piktoqramlar, kiçik piktoqramlar, orta piktoqramlar şəklinə çevirə bilərsiniz və ya sadəcə siyahı formasına çevirə bilərsiniz belə. Yəni görünüşdə sizə necə uyğundursa onu təyin edirsiniz. Zibil qutusunda elə də bir şey yoxdur. Əsas sizə öyrətmək istədiyim kontrol və shift idi. Bu da belə. Daha sonra sizə digər qısa yol düymələri nəyi öyrətmək istəyirdim? Klaviaturanı ekrana gətirmək üçün qısa yolumuz nə idi? Bu şey shift'lendi idi. Yox, o Windows'da desktopa gedir. Klaviatura gətirmək üçün iki yol var. Gətirmək. Birincisi Ctrl, üstə gəl Windows, Ctrl, üstə gəl Windows, bir də O hərfi. O. Baxın, indi onu əyanı göstərirəm. Bax, gətirdim, Ctrl, Windows oynan. Bax, Ctrl, Windows və O. Üçünü bir yerdə basırsınız. Bastım, getdi. Aydın oldu. Ctrl, Windows və O. Gəlir və gedir. Və bir də açdığımda baxın yuxarıda nə yazılıb? On screen keyboard. Elədir. Gedib siz axtarış yerinə yazarsınız ki, on screen keyboard elə də gətirə bilərsiniz. Həmçinin axtarış yerinə on screen keyboard yazıb da gətirə bilərsiniz. Gəlib yazıram on screen keyboard. Bax belə. Aydın da belə də gətirə bilərsiniz. Bu da yadınızda qalmış olsun.
Klaviaturada da var müəllim. Klaviaturadan nəyi? Burada Nipa işarəsi var və onun yanında dil yazısı var. Neyse oradan getirmem. Klaviaturanı? Aha. Klaviatura işarəsi var. Yo, o klaviatura üçün deyil. Klaviatura üçün Ctrl, Windows və O ilə gətirirlər. Bir də axtarış yerinə on screen keyboard yaza bilərsiniz. Ola bilər ki, belə bir şey ola bilər. Tapşırıqlar panelində də virtual klaviatura var. Buradan da gətirə bilərsiniz. Mən onu deyim. Hə, tapşırıqlar panelindən də gətirmək olur. Onu tapşırıqlar panelinin kontekst menüsünü keçəndə öyrətmişdim zaten. Oradan gətirilir. Aydındır. Bu da belə. Qoy on screen keyboard da yazım. Bunları sınayarsınız evdə, yaxşı? On screen keyboard. Keyboard. Bu da belə. Sonra necə? 18 keyboard. Axtarış hissəsinə yazırsınız. Axtarış hissəsinə, bax bura. On screen keyboard yazırsınız, o da gəlir. Klaviatura gəlir. Bəli. Da belə. Daha sonra nə? Sizə öyrətmək istədiyim daha sonra screen alınması, ekranın şəklinin çəkilməsi. Ekran şəklini çəkmək üçün şəkil çəkmə. 2 dənə qısa yol deyəcəm sizə, bir dənə də proqram deyəcəm. Birinci qısa yolumuz Windows üstə gəlinsin Shift üstə gəlinsin S hərfi, S. Baxın, göstərirəm əyani olaraq. Windows, bax, Windows, Shift, budur, Shift və S hərfi, S hərfi. Bax, bunlar, baxın, yuxarıda gəldi. İstədiyim hissəni seçərəm, deyək ki, bu hissəni seçdim. Artıq şəkil çəkilmiş oldu. Aydın oldu. On screen, bax, buradadır. Şəkil burada gəldi. Bu da belə. Daha sonra qısa yolumuz başqa nədir? Digər qısa yolumuz isə Windows və Print Screen düyməsi var. Yuxarıda və insertin yanında qayçı işarəsi var üstündə. P-R-T-S-C yazılır üstündə. Bax, yazıram bura. Windows üstə gəlinsin Print Screen düyməsi. Üstə gəl P-R-T-S-C. Bax bu. Gördünüz o düyməni? Yerin bildiniz? Aha. Windows və Print Screen düyməsi. İndi burada göstərilmir bu klaviaturada. Yəqin ki, tapacaq. Daha sonra proqram deyim sizə. F11 yox, F12-nin yanında insert var, birinci ulduz işarəsi. Ondan sonra insertin yanında qayçı işarəsindən Print Screen var. Bax, o düyməni deyirəm. Vallahi siz yazdığınızda F11. Ola bilər sizdə klaviaturanın şeyi fərqlidir. Aha, üstündə amma qayçı işarəsi varsa həmin o düymədir. Bax, qayçı işarəsinə bastığımda artıq şəkili çəkmə gəlir. Bir dənə də proqram deyirəm sizə. Snipping Tool. Bax, bu proqramdan daha çox şirkətlərdə istifadə edirlər. Snipping Tool da ekranın şəklini çəkmək üçündür. Şəkil çəkir. İtap screen Joder var. Aha, o da var. Onunla da çəkirlər. Snipping Tool ən geniş yayılmış adamı. Daha sonra sizə nəyi öyrədəcəm bugün? Videoların endirilməsi. Siz videoları necə endirirsiniz? TikTok olsun, YouTube olsun, YouTube'dan məsələn deyək ki. Hesab açmışım, orada YouTube'a YouTube'dan uşaqlardan soruşanda sadəcə deyirlər ki, daxil oluram YouTube'a. Videonun aşağısında endir hissəsi var. Endirə basıram, video endirilmiş olur. Bəli. Qaleriyaya endirir. Baxın, onu belə öyrədim sizə. Bir dənə sayt deyəcəm sizə. O sayt vasitəsilə artıq qaleriyaya siz yükləyə biləcəksiniz videonu və yaxud da ümumi yadaşı. Baxın, saytın adı Save From'dur. Save From yazılır. Bax bu. Save From. Daxil oluram.
Bu sizə göstərir ki, TikTok, Instagram, Twitter, Facebook, Vimeo və sair və ilaxır. Yəni hər bir proqramdan götürüb videonu yükləyə bilərsiniz. Və daxil oluram elə birincinə safefrom.net-ə. Burada deyir ki, videonun linkini yapışdır. Gəlin bir dənə YouTube-dan bir video götürək. Gəlirəm video YouTube-a. Daxil olaq YouTube-a. Qısa videolar daha tez yüklənir. Uzun dəqiqəli videolar isə daha gec. Daxil olduq. Deyək ki, kiçik bir video tapaq. Deyək ki, götürmək istəyirəm. Elə öz səhifəmdən bir şey götürürəm. Deyək ki, bu olsun. Bu videonu seçdikdən sonra sadəcə aşağıdan paylaş hissəsinə gəlirsiniz. Paylaş hissəsi. Paylaş hissəsindən buradan kopyala hissəsi var. Kopyalanı bastınız. Artıq linki kopyaladım. Qayıdırsınız Save From-a. Linki bura yapışdırırsınız. Ctrl-V. Demişdik ki, kopyalamaq nədir? Ctrl-C. Yapışdırmaq Ctrl və V. Aha, artıq Save From axtaracaq həmin videonu. Videonu tapdıqdan sonra burada aşağıda video çıxır. Tapdı. Çıxartdı ki, bu videodur. Buradan sadəcə endirə basırsınız, artıq o sizin kompüterinizin yaddaşında olmuş olur. Və ya telefonda da mən daha çox bundan istifadə edirəm. Telefonda da edə bilərsiniz. Plus TikToklarda da logoları var. O logolar da sizdə yüklənir. Aydın oldu. Yəni bu daha yaxşıdır. Saytın adı Save From. Qoy onu da qeyd edim bura. Save From. Bundan sizə inşallah PowerPoint keçəndə, ora video qoyanda deyəcəm ki, gedin oradan video götürün. Bunu Save From-la edəcəksiniz. Video yükləmək. PowerPoint-la video qoyulur. Bəli, o da mümkündür. Daha sonra sizə öyrətmək istəyirəm bugün. Bir də PDF hazırlanma saytı deyəcəm sizə. Ola bilər sizə deyiblər ki, işdən bir çox şəkil atıblar və yaxud da Word faylıdır. Deyirlər ki, get bunu PDF-ə çevir gətir mənə və yaxud da Word faylını göndərmək istəyirsiniz. Sizə deyirlər ki, məndə Word proqramı yoxdur, onu mənə PDF kimi ata bilərsən. Deyirsən, niyə atmıram ki? Girirsiniz, baxın, saytın adı budur. I love PDF. I love PDF. PDF. Bax bu. Gəlirəm Google-a. Yazıram. PDF-lər düzəltməsi üçün. PDF-lər düzəltmək. Yazıram I love PDF. Gələn birinci sayta daxil olursunuz. Online PDF düzəldilməsi. Və burada sizə versiyalar verir ki, bax, nələr etmək olar. PDF-dən Word-ə keçə bilərsiniz. Word-dən PDF-ə keçə bilərsiniz. PowerPoint-i PDF-ə çevirə bilərsiniz. Bunlar təbii ki, PowerPoint-in öz proqramında da, Word-ün öz proqramında da mümkündür. Orada da göstərəcəm. Amma deyək ki, siz Word-ü, PowerPoint-i bilmirsiniz. Bu saytdan istifadə edə bilərsiniz. Excel-in PDF-ə çevrilməsi. Sonra şəkillərdən PDF-ə keçmə. Daha sonra PDF-in kildə qoyulması, çıxarılması, skan etməklə PDF-ə keçmək və s. Gəlin bir dənəsini göstərim. Bax, məsələn, keçək biz şəkillərdən PDF-ə. Sadəcə JPG-də şəkillər bizdə JPG formatında çıxarılır. Bunu bilirik. JPG harada görürsünüz, o şəkil deməkdir. Gəldim PDF-ə çevirməyə. Select to JPG-yə basırsınız. Buradan şəkilləri seçirsiniz. Deyək ki, bu şəkillər deyilib sizə. Kontrolu basıb saxlayıb seçirəm. Bunlar deyilib. Bunları PDF-ə çevirmək istəyirəm. Seçdikdən sonra aça basırsınız. Aşağıdan Convert to PDF, yəni PDF-ə çevir. Artıq PDF-iniz yüklənir. Bu tam yükləndikdən sonra sizin PDF-iniz hazır olur. Download edib kompüterin yaddaşına yükləyə bilərsiniz. Bax belə, artıq PDF-im hazırdır. İndi açaq, baxaq. Bax belə, aydın oldu. Artıq bu PDF mənim kompüterimin yaddaşında var. Aydındır. Bu da belə. Deməli, saytın adı nə oldu? I love PDF. Yaxşı? İfsio. Nəsə sualınız falan var mənə? Gələn dəfəyə attığım, sizə attığım PDF-də, Word faylında daha doğrusu. Onu yaxşıca oxuyursunuz. İndi bu dərsin də kaydını göndərəcəm sizə. Bu dərsin kaydına da baxarsınız. Orada Control panel hissəsi var. Control panel hissəsini oxuyarsınız. Ən axır hissəyə